Hər vaxtın xeyir olsun, Allahın salamı olsun. Ümumiyyətlə, bütün zəhmətkeş qardaşların hər birinə Allahın salamı olsun. Baxın qardaşlar, bu heyvanları baxımsız vəziyyətdən qalmaq bu günə qalıb. Heyvanlar dizzətçən palçığın içində, qəhəldə, yəni pis vəziyyətdə, baxımsız adamların əlində olub. Yəni bordağa gedəcək 9 ədəd super erkək danamız var. 9 ədəd. Yəni üstünün bulaşıqlı olmağının heç bir problemi yoxdur. Maşallah, qəşəng danalarımız var. Əsas saxlamalı danalar. Qəşəng, bir-birindən gözəl. Sadəcə olaraq ki, burada məsələ nədir? Bu heyvanlar elə bir adam əlində olubdur ki, bunları elə boşlayıblar, lırdanın içində də yaşayıblar, babalar, lırda. Gərək malı Allah Taala deyir, qazanandan alır, becərənə verir də, belə bir misal var. Bir-bir çəkirəm, hamısına baxın. 9 başdır. Birdən deyirsiniz, belə elə dırnaqlarına da baxın, yəni insan ol. Dırnaq hər şeyin həlli deyil, amma ümumiyyətlə çəkib göstərirəm. Baxın. Dokuz baş erkək danamız satışdadır. İstəyənlər bizlə əlaqə saxlasın. Malımız İmişli rayonundadır. Qiymətlər də real konkret 17 ilə satışdır. Son qiymət.